Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Lentaz xəbər verir ki, təqsirləndirilən Qasım Xankişiyev məhkəmə müdafiə vəkillərinin suallarını cavablayıb. Mən noyabrda ölkəyə qayıtmışam. Yenə o öldükdən sonra qayıdıb gəlmişəm. Qatil Elşəndir. Bacı gün tezdən çağırdı. Getdim ki, Səxavətlə Elşən dalaşır. Mən gəlib çatanda ölmüşdü artıq. Xırıldayırdı. Köməkləşib quyuya atdıq. Quyu köhnədən var idi. Heç kim onu qazmayıb. Quyu necə qazıla bilər ki? Ölünün ayağı çöldə qalmışdı. Məhkəmə ilkin istintaqın videosunu nümayiş etdirib. Bundan sonra mən burada göstərilənləri deyil, məhkəmə zalında verdiyim ifadəni təsdiq edirəm. Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının və müdafiə vəkillərinin suallarını cavablandırıb. Məhkəmə növbəti prosesi 9 dekabr saat 15:10-a təyin etdiyini elan etdi. Xatırladaq ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Qəsəbə sakini 1986-cı il təvəllüdlü Səxavət İsmailov, qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıkları evin həyətində boğularaq öldürülüb. Meyidi isə həyətində bastırılıb. Qətli törətməkdə şübhəli bilinən sözü gedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə ittiham elan edilib.